qəbul edir. Tərkibində lifli maddələrin çox olması, antioksidant maddələrin çox olması, vitamin və minerallarla zəngin olması bir çox xəstəliyi olan insanlarda daha faydalı olur və tərkibində kaliumun çox olması təzyiq problemi olan insanlarda təzyiqin səviyyəsini normallaşdırır ki, bu da onun faydalılıq xüsusiyyətini artırır. Şəkərli diabet xəstələri üçün də faydalıdır ki, bu da şəkərin səviyyəsini normallaşdırır ki, belə halda həmin düyüdən istifadə etmək orqanizm üçün daha faydalıdır. Məsəti Hüseynovanın sözlərinə görə bəzi işbazlar daha çox pul qazanmaq üçün qara düyü adı ilə saxta məhsul satırlar. Saxta qara düyünü təbiidən ayırmaq üçün təbii daha mat şəkildə qara tünd rəngli olur və üzərində qırmızı bənövşəyi xallar və yaxud da xırda xətlər şəklində olur. Ancaq saxta şəkildə hazırlanan qara düyüdə isə hamısı eyni qəlibdən çıxmış kimi üzəri daha parlaq qara rəngdə olur ki, bunun vasitəsilə də seçmək olar. Məsəti Hüseynova onu da bildirib ki, saxta qara düyü bişirilərkən daha yapışqan olur və ölçüləri fərqlənir. Aylin Rəsulzadə, Əli Cəfərov, Səbuhi Mustafa.